Hər vaxtınız xeyir. Avropa deyəndə yəqin ki, çoxumuzun gözünün qabağına ya qarlı Alp dağları gəlir, ya da o isti, günəşli Aralıq dənizi sahilləri. Amma gəlin bugün biraz daha dərindən baxaq. Görək bu inanılmaz dərəcədə fərqli landşaftlar bu qitənin taleyini əslində necə yazıb. Yəni, bir tərəfdə buzlaqların sanki bir heykəltaraş kimi yonduğu qədim dağlar dayanıb, o biri tərəfdə isə göz işlədikcə uzanan bərəkətli düzənliklər. Avropanın coğrafiyası əslində tamamilə bir-birinə zid dünyaların hekayəsidir. İndi gəlin bu hekayənin dərinliklərinə baş vuraq. Deməli, marşrutumuz belə olacaq. Əvvəlcə şimala, o buzlaqların mirasına baxacağıq. Sonra mərkəzə keçib həm düzənlikləri, həm də zirvələri görəcəyik. Oradan cənubun o odlu torpaqlarını enəcək, ən sonda isə şərqin o bitib tükənməyən üfüqlərinə nəzər salacaq. Və bütün bunların yekununda görəcəyik ki, coğrafiya taleyi doğrudan da necə yazır. Və beləliklə ilk dayanacağımız Şimali Avropa. Baxın, burada gördüyünüz hər bir dağ, hər bir dərə əslində nəhəng buz təbəqələrinin minliklər ərzində yaratdığı bir sənət əsəridir. İndi o bildiyimiz Alp dağlarının iti, sıldırım zirvələri var ha, onları bir anlıq unudun. Buradakı dağlar tam fərqlidir, daha alçaq, daha yumru formalıdır. Bəs niyə? Çünki onlar milyonlarla il yaşındadır. Zaman, külək, buz, hamısı birləşib bu dağları sanki yonub, yumuşaldıb. Bir anlıq təsəvvür edin də, cəmi 20 min il əvvəl bütün bu yerlər qalın buz təbəqəsinin altında idi. O nəhəng buzlaqlar əriyəndən sonra isə geridə öz ayaq izlərini qoyublar. O marın təpələri, o dərin troq dərələri, bax bunlar hamısı o dövrün yadigarıdır və bugün də coğrafiyanın əsasını təşkil edir. Və bu buzlaq fəaliyyətinin bəlkə də ən möhtəşəm, ən heyrətamiz nəticəsi Norveç sahillərinin vizit kartı sayılan fjordlardır. Deməli, proses çox maraqlıdır. Əvvəlcə nəhəng bir buzlaq öz ağırlığı ilə dərin, U şəkilli bir dərə açır. Sonra buzlaq dövrü bitir, o buz əriyir. Eyni zamanda dünyada dəniz səviyyəsi qalxır və dəniz suyu gəlib həmin o dərin dərəni doldurur. Vəssalam. Minilliklər çəkən bu prosesin nəticəsində o gördüyümüz möhtəşəm mənzərələr yaranır. Yaxşı, indi şimalın bu buzlu dünyasından ayrılıb tamamilə fərqli bir məkana, Orta Avropaya keçək. Orta Avropaya gəlib çatanda landşaft sanki ikiyə bölünür. Elə bir-birinə zid iki xarakter var. Bir yanda göz işlədikcə uzanan düzənliklər, o biri yanda isə başı qarlı, göylərə ucalan o məşhur zirvələr. Baxın, regionun şimalında geniş Alman Polşa ovalığı uzanır. Amma burada, xüsusilə sahilə yaxın yerlərdə ciddi bir problem var. Torpaq yavaş-yavaş çökür, yəni tektonik enmə baş verir. Bu da o deməkdir ki, insanlar daim dənizlə mübarizə aparmalı olublar və bu mübarizə onları sözün əsl mənasında mühəndislik möcüzələri yaratmağa məcbur edib. Bunun ən klassik nümunəsi əlbəttə ki, Niderlandı. Onlar nə ediblər? Bəndlər tikiblər və dənizin bir hissəsini qurudub özlərinə torpaq yaradıblar. Bax, bu insan əli ilə yaradılan düzənliklərə polder deyirlər. O məşhur yer dəyirmanlarının da əsas vəzifəsi məhz bu torpaqlardakı suyu dayanmadan kənara vurmaq olub ki, ərazi yaşayış və əkin üçün yararlı qalsın. İndi bu alçaq, bəzən hətta dəniz səviyyəsindən də aşağıda olan torpaqlardan biraz cənuba gedək və qarşımıza birdən-birə tamamilə başqa bir aləm çıxır. Nəhəng, qövsvari Alp dağları. Bunlar Afrika və Avrasiya plitələrinin toqquşmasından əmələ gəlib, yəni çox güclü bir geoloji prosesin nəticəsidir. Bu cədvəl əslində çox şey deyir. Baxın, Avropanın iki fərqli dağ tipini müqayisə edirik. Şimaldakı Skandinaviya dağları qədimdir. Zirvələri zamanla yumrulanıb, yamacları daha maildir. Amma Alp dağları cavandır. Ona görə də zirvələri hələ də iti, şiş ucludur. Yamacları isə dik. Sanki biri müdrik, yaşlı bir insandır, o biri isə hələ də enerjili, qürurlu bir gənc. Və bu cavan dağların miqyası həqiqətən də adamı heyran edir. Məsələn, Alplərin ən hündür zirvəsi olan Mont Blanc, yəni Ağdağ, 4807 metr hündürlüyündədir. Təsəvvür edin, o qədər hündürdür ki, zirvəsi il boyu daimi buzlaqlarla örtülü olur. Təbii ki, bu dağlar təkcə möhtəşəm bir təbiət mənzərəsi deyil. Onlar həm də böyük bir iqtisadiyyat deməkdir. Məsələn, təkcə 2014-cü ildə Avstriya və İsveçrənin hər biri dağ turizmindən 44 milyard avlodan çox gəlir əldə edib. Yəni, bu dağlar əslində bu ölkələrin iqtisadiyyatının mühərrikidir. Yaxşı, indi də gəlin səyahətimizin növbəti mərhələsinə keçək və Cənubi Avropaya yollanaq.
Bura isti Aralıq dənizi, gözəl sahillər deməkdir. Amma bu gözəlliyin arxasında daim hərəkətdə olan, bəzən hətta təhlükəli olan odlu bir geologiya yatır. Artıq o mərkəzdəki geniş, sonsuz düzənlikləri unudun. Cənubda mənzərə tam başqadır. Dağlar sanki dənizdən qovuşur, birbaşa sahilə enir. Nəticədə isə çox girintili, çıxıntılı, parçalanmış bir sahil xətti və Pireney, Apennin, Balkan kimi böyük yarımadalar əmələ gəlir. Amma bayaq dediyim kimi, bu gözəlliyin bir də riskli tərəfi var. Bütün bu region iki nəhəng tektonik plitanın toqquşduğu bir zonada yerləşir. Və bu nə deməkdir? Bu, daimi zəlzələlər, intensiv seismik fəaliyyət deməkdir. Üstəlik Etna və Vezuvi kimi hələ də aktiv olan, yatmayan vulkanlar deməkdir. Balkan yarımadasında isə təbiətin daha bir möcüzəsi var. Burada su minilliklər ərzində əhəng daşı kimi yumşaq suxurları yuyub və yerin altında sözün əsl mənasında gizli bir dünya yaradıb. Bu tip landşafta karst deyilir. Yəni saysız-hesabsız mağaralar, yeraltı çaylar sistemi. Və bu prosesin nəticəsində Sloveniyadakı Postoyna mağarası kimi inanılmaz yerlər yaranıb. Təsəvvür edirsiniz, yer altındakı keçidlərin və zalların ümumi uzunluğu 20 kilometrdir. Bu, nəhəng bir yeraltı şəhər kimidir. Və nihayət, səyahətimizin son dayanacağı, indi də Şərqi Avropaya, həqiqətən də nəhəng, kontinental miqyaslı bir düzənliyin hökm sürdüyü torpaqlara gedirik. Bu, Şərqi Avropa düzənliyidir. Karpat dağlarından başlayıb Ural dağlarına qədər uzanan bu sonsuz torpaqlar Ukrayna, Belarus, Rusiyanın Avropa hissəsi kimi ölkələrə əhatə edir. Və bu genişlik həm də qitənin ən sıx məskunlaşmış bölgələrindən biridir. Moskva, Kiyev kimi nəhəng şəhərlər məhz bu düzənlikdə yerləşir. Yaxşı, bütün qitəni demək olar ki, gəzdik. Bəs bütün bu səyahətdən çıxaracağımız əsas nəticə nədir? Bu cədvəl əslində hər şeyi çox gözəl ümumiləşdirir. Baxın, şimalda insanlar o buzlaqların yaratdığı gözəlliyi, fyordları öz kimliklərinin bir parçasına çeviriblər. Mərkəzdə bir yanda dənizdən torpaq alıblar, o bir yanda isə hündür dağlarda turizm imperiyası qurublar. Cənubda həm seismik risklərlə yaşamağı öyrəşiblər, həm də sahil turizmindən faydalanırlar. Şərqin o geniş, münbit düzənlikləri isə kənd təsərrüfatı və böyük şəhərlərin inkişafı üçün ideal şərait yaradıb. Yəni, coğrafiya sadəcə xəritədəki dağlar, düzənliklər deyil, o insanların həyat tərzini, iqtisadiyyatını, bir sözlə hər şeyini formalaşdırıb. Bəli, biz coğrafiyanın keçmişi necə formalaşdırdığını aydın şəkildə gördük. Amma ortaya çox maraqlı bir sual çıxır. Bəs gələcək necə olacaq? Yəni, indiki texnologiya əsrində coğrafiya hələ də Avropanın taleyini müəyyən etməkdə bu qədər güclüdürmü? Yoxsa insan artıq təbiətin bu hökmünü dəyişə bilir? Bax, bu həqiqətən də üzərində düşünməyə dəyər bir sualdır. Vaxt ayırdığınız üçün təşəkkür edirəm.